Təhsil haqqında dövlət sənədlərinin, o cümlədən diplomların elektron formada təqdim edilməsi mexanizmi yaradılır. Elektron diplomlar hüquqi baxımdan kağız daşıyıcılarla eyni qüvvəyə malik olacaq. Sənədlər müvafiq rəqəmsal platformalar üzərindən əldə ediləcək. Qərarın icrası isə mərhələli şəkildə həyata keçiriləcək. Bütün təhsil pillələri üzrə verilən təhsil sənədləri tam elektron qaydada veriləcək. Bu qərar bütün təhsil pillələrini əhatə edir. Həm ümumi təhsil, peşə, orta ixtisas və ali təhsil sahələrini əhatə edir. Təhsil haqqında sənədlər artıq elektron qaydada həm formalaşacaq, həm də ki, digər uyğun qurumlarla elektron qaydada paylaşmış olacaq. Yeni sistem diplomların və digər təhsil sənədlərinin verilməsində şəffaflığın artırılmasına və sənədlərin daha rahat yoxlanılmasına imkan yaradacaq. Mütəxəssislər bildirirlər ki, yeni sistemin müsbət tərəfləri çox olsa da mənfi məqamlar da var və bunlar mütləq nəzərə alınmalıdır. Bilirsiniz, bura qədər insanlar olurdu bəzi hallarda, məsuliyyətdən diplom itirirdi. Bunu yenidən bərpa etmək üçün, dublikatını əldə etmək üçün ən azı minimum 1 ay, maksimum isə 3 aya qədər vaxt gedirdi. Amma indi elektron qaydada olduğu üçün daha asan formada, qısa müddətdə onu bərpa etmək mümkün olacaq. Qaldı ki, bunun mənfi tərəfi nələr ola bilər? Təbii ki, biz burada, əgər bu sistemi qurmuşuqsa, mütləq bunun kiber təhlükəsizlik tərəfinə düşünməliyik. Yalnız mənfi tərəf kimi kiber müdaxilələr ola bilər ki, hər hansı bir vətəndaşın müvafiq platforma üzərindən daxil olub təhsil mühafizə sistemi üzərindən daxil olub orada hər hansı bir qiymətlərin dəyişilməsinə müəyyən bir rol oynamaq. Burada təbii ki, düşüncəmiz ondan ibarətdir ki, məhz belə bir sistem qurulursa, mütləq kiber təhlükəsizlik tərəfləri də nəzərə alınmaqla bu kimi təhdidlərin də qarşısı alınmalıdır. İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssislər isə bildirirlər ki, elektron diplomlar müvafiq dövlət informasiya sistemlərində saxlanılacaq və sənədlərə yalnız icazəli giriş mümkün olacaq. Mütəxəssis olaraq onu qeyd edim ki, bu tür məlumatlar qapalı saxlanılır, yalnız məhdud bir çevrədə əlçatan olur və nə ictimaiyyət, nə digər müstəqil bir qurumlar həmin o deyilən informasiya sistemlərini təftiş etmə hüququna malik deyil. İstənilən bir dövlət qurumunun artıq bu tip bazaları vardır və bu tip bazalara da nəzarəti müvafiq dövlət qurumları həyata keçirilir. Biz bilirik ki, artıq ölkəmizdə bir neçə belə deyək də dünya standartları üzrə, ISO standartları üzrə təlimatlar hazırlanır. O cümlədən bu təlimatlar təhlükəsizlik bağlı da mövcuddur. Digər dövlət qurumları tərəfindən nəzarət olunur, yoxlanışlar olunur ki, heç bir halda belə bir müdaxilələr mümkün olmasın. Cari ildən sənədlərin elektron formada verilməsi planlaşdırılır. Əvvəlki illərdə sənədləri kağız formada əldə edənlər isə zamanla elektron formaya keçə biləcəklər. Lamiyə Xəqani qızı, Ceyhun Hüseynli, İTV Xəbər.